Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib. Fevralın 26-sında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində mediatur təşkil olunub. Mərkəzin direktoru Afər Kərimov mediatur iştirakçılarına mərkəz barədə ətraflı məlumat verib. O bildirib ki, ölkə başçısı tərəfindən açılışı olan mərkəz Lənkəran Astara iqtisadi regionu üçün böyük əhəmiyyət kəsb edən təhsil müəssisəsidir. Təhsil müəssisəsində peşə təhsilinin inkişafı, iqtisadiyyatın inkişafı, dövlət özəl sektorun əməkdaşlığı ilə bağlı daha geniş imkanlar yaranacaq. Yeni infrastruktur imkan verəcək ki, bundan sonra daha müasir ixtisasların tətbiqi olsun, yəni həyata keçirilsin peşə təhsilində. Burada həm alternativ enerji ilə bağlı, IT texnologiyalarla bağlı, sənaye ilə bağlı müasir ixtisaslar ki var, onların tətbiqi üçün. Eyni zamanda elə kənd təsərrüfatının özündə belə çox müasir yanaşmalar var, artıq onlar da tətbiq olunur, smart texnologiyalar tətbiq olunur və bizim həm tələbələrimiz, eyni zamanda bizim yerli fermerlərimiz üçün imkan yaranır ki, onlar təkmilləşə bilsinlər bu sahədə. Bizim əsas məqsədimiz tələbələr ki, sahələri öyrənirlər, tutalım ki, kənd təsərrüfatına bağlı sahələri öyrənirlər. Biz istəyirik ki, bizim tələbələrimiz bütün biznes prosesinin iştirakçısı olsunlar. Yəni, məhsulun əkilməsindən tutmuş, bazara çıxana qədər hansı proses varsa, dəyər zənciri varsa, o prosesdə iştirak etsinlər, özləri praktik olaraq və bu işi öyrənsinlər. Bu imkan verəcək ki, onlara gələcəkdə onlar bu sahədə çalışanda və yaxud özləri üçün biznesə başlayanda, yəni prosesdən tam məlumatlı olsunlar. Bildirək ki, mərkəzin təməli 1969-cu ildə Lənkəran Texniki Peşə Məktəbi kimi qoyulub. 2018-ci ildə Lerik Peşə Məktəbi və Lənkəran Peşə Liseyi birləşdirilərək onların bazasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Mərkəz 2024-cü ildən etibarən publik hüquqi şəxs kimi fəaliyyət göstərir. Müasir infrastrukturla təmin olunan mərkəzdə tədris, idman, yataqxana, kulinariya, təlim korpusları, təlim qonaq evi, əkinçilik və emalatxana laboratoriyaları, istixana, həmçinin avtotəmir və dəzgahların kompüterləşdirilmiş idarəetmə sistemi emalatxanaları yaradılıb. Burada eyni zamanda informatika kabinetləri, hərbi hazırlıq kabineti, müasir sinif otaqları, 300 nəfərlik aksiyalı, yeməkxana, kitabxana fəaliyyət göstərir. Bundan başqa ərazidə 53 nəfərlik yataqxana binası inşa edilib və yenidən qurmadan sonra korpusların sayı 7-yə çatdırılıb. Burada tələbələrə ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsilli pillələri üzrə biliklər verilir. Hazırda mərkəzdə 138 nəfər çalışır. Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi kadr hazırlığı istiqamətində də dövlət və özəl sektoru təmsil edən 30-a yaxın müəssisə ilə sıx əməkdaşlıq edir. İlkin Rzayev, Rövşən Almazoğlu, APA TV, Lənkəran.